Həyatımda etdiyim ən böyük səhvlər part 2. 2017-ci ilin mayında artıq mənim tələbəliyim bitirdi. Aprel-may aylarında fikirləşirdim ki, toyuma 2-3 ay qalıb və buna görə dəhşətli dərəcədə çox pis hisslər keçirirdim, ağlayırdım, yatdığım yerdə belə yadıma düşürdü, dururdum, otururdum, ağlayırdım. Allah heç bir qadına, heç bir qıza həmin hissləri yaşamağı nəsib eləmir. Mən bilirəm və bunun üzərinə bir neçə il keçib, buna baxmayaraq indi də fikirləşirəm ki, mənim ən böyük şansım elə qızımdan, ona baxmayaraq həmin anda o keçirdiyim hisslər, həyəcanlar, məcburiyyət, qorxu, istəməmək, yəni heç bir qadın həyatda heç bir şeyə məcbur etməsin və bundan sonra belə şeylər olmasın. Bunu ən çox mən istəyirəm, özüm bu hissləri yaşamış biri olaraq. Soruşsaz ki, bu mövzunu həyatımın ən böyük səhvini bilirsənmi? Əslində yox, çünki bu mənim üçün böyük bir dərs idi və mən elə gəlir ki, qızım mənim həyatda ən böyük şansımdır. Amma buradan sizlərə qızlar səslənirəm. Əgər belə bir məcburiyyətiniz varsa, nəyin bahasına olursa olsun, qəti şəkildə heç bir halda nə edirsə eləyin, düşünməyin, yaşınız azdır. Mən fikirləşdim ki, mənim yaşım azdır, düşünməyin ki, artıq gecdir, sözümüzü çatdıra bilmiş kəs bizi dinləmir. İnanın ki, bir yolu var. Həyatda hər şeyin bir yolu var, ölümdən başqa. Kaş həmin onda mən bunu anlayardım və bunun çarəsini mən onda bilərdim. Amma yenə də mən fikirləşirəm ki, Allahım mənim üçün yəqin gözəl sürprizlər hazırlayıb ki, o da mənim ən böyük sürprizim və hədiyyəm qızımdır. Ona görə o evlilik 2017 və 2021-ci il aralığında nələr olubsa sizə heç bir şey danışmıram. Çünki mən nə olubsa hər bir şeyə bağışlamışam keçib və mən elə gəlir ki, heç etik də olmaz. Təkcə 2018-ci ildə, yəni 20 yaşımda qızımın dünyaya gəlməyini deyəcəm. Mənim üçün həyatımın ən gözəl anlarından, günlərindən biri idi. Doğrudan da Allah mənə bir möcüzə göndərdi və çox şükür Allah ki, nə yaxşı ki, mələyim olub. Mövzunu son dəfə danışacağam və burada bir şey demək istəyirəm ki, artıq mənim başıma bu hadisə gəldiyinə görə mən içimdə bu uzaqdan yaxına əlaqəsi ola biləcək insanların və hadisələrin özüm daxil hər şeyi və hər kəsi bağışlamışam və artıq buraxmışam. Heç bu haqqda düşünmürəm, heç olmamış kimi də yaşanıram və yaşayıram. Əlavə olaraq da ki, onu içində saxlayıb, nifrətə çevirib, böyüdüb, özümü o problemdə ilişdirib, yəni takıntılı hala gətirmədim də. Mən bunu oldu, keçdi, bağışladım, buraxdım, pisiyo. Şey elə orada da bitdi və mən heç kəsə buna görə yargılamıram. Əksinə, mən öz gələcək həyatıma fokuslandım, gələcək həyatımın daha yaxşı olması üçün ailə quracamsa belə düzgün seçim etməyə, sağlam və xoşbəxt ailəyə sahib olmağa, yəni mən ancaq bunlara odaqlandım, nəinki keçmişdə ilişib qalmadım. Və gün gəlir çıxır, olur 2021-ci il, mən qızımla bərabər yeni bir yola başlayıram, hansı ki bu, mən bilirəm ki, bizim kimi olan xanımlar çoxdur və bu yolda hansı səhv etmişəm, part 3-də bölüşəcəm.